dənə meyxanaçı olur. İçəridə bir 200, 300, 500 nəfər adam Bəli. olur. Doğrudan hiss edə bilirsənmi ki, orada oturan meyxanaçı sənə ürəklə hansı səni sevir? Çünki ən azından sənə baxıb bəziləri gəliblər də bu günləri. Səndən qabaqda olanlar var. Onlara da bugün hörmət var. Amma bunu insan hiss edir də. Məni bugün kim sevir, ya kim sevir. Onu hiss eləməkdən də başıma qapaqdır. Amma deyə bilirsənmi ki ona ki, misal üçün mən ümumiyyətlə xaraktercə elə insanam. Mən yəni çox istəmədiyim adamla çox ünsiyyətdə ola bilmirəm. Hansısa bir hərəkətimləmi, sözümləmi ona bildirirəm ki, yəni mən bilirəm sən mən istəmirsən, mən də sən istəmirəm, ha biləsən. bildirə bilmirsən ona. Bildirirəm. Bildirirsən. Hə, Bax, Akşin Fatih dedi ki, mən kaş meyxanaçı olardım, amma bu camiyə gəlməzdim dedi. Ən böyük peşmançılığım bu camiyədə olmaqdır. Yəni tanınmaq, deyir, istəyərəm deyə. Ona görə də heç vaxt istəmərəm ki, evlatlarım bu camiyədə olsun da. Nə mənada? Deyir, mən bunun hər üzünü gördüm də. 12 il olmadım. Hamı mənə görəndə toydasın, hardasan. Amma gələndən sonra ayağımın altını qazamaqlarını gördüm. Yəni sən də bunu hiss edirsən Orxan. Çünki bugün diqqət səndədir. Bilirsən niyə? Bunu hiss etməmək olmaz. Orxan, bugün meyxanada bəllidir ki, kimlərin yeri yoxdur. Allah Vüqar Biləcəliyə rəhmət eləsin, Aydın Xırdalanlıya rəhmət eləsin. Yəni doğrudan da cavan yaşda köçən ustadlarımız var ki, bugün onların əvəzinə kimlərsə gəldiyini biz görürük. Amma o ədəb ərkanı görmürük. Onlar oturan səhnədə, oturacaqda kimlərsə otura bilər, amma onların əvəzinə heç kim gələ bilməz bu sənətə. Yəni məsələn Aydın əvəz olunmaz sənətkar olub. Allah rəhmət eləsin ona. Vüqar qardaşım onun kimi, elə Ustad Məşəd baba kimi. Yəni kiminsə əl hərəkəti, nə bilim, səsinin tembri oxşaya bilər onlara, amma heç kim onlar ola bilməz. Onlar başqa sənətkar idi. Sən bu günləri yetişən yeni gənc meyxanaçılardan əgər 10 balla ölçülsək, sənin gözündə gələcəyin deyirsən ola bilməyəcək, amma heç olmasa gələcəyin o adları təsdiq edir. Meyxana deyən olmayacaqlar, yox. Yəni onlar individualdılar da. Onlar ola bilməzlər, amma var gənclərdən bax, çox istədiklərim var. Vaxtlaşır, məsələn, elə tədbirlər olur, görüşürük, elə olur, tədbirdən kənar özləri maraq eləyir, oturaq şəhər bir stəkan çay içək, görüşürük. Çalışıram onlara bizim zamanında gənc olub bilmədən, yanlış atdığımız addımları həmişə onlara aşılayıram ki, bunu eləməsəz daha yaxşı olar. Məsələn, bu səhvi eləməsəz daha yaxşı olar. Məsələn, maddi, mənəvi özünüzün dəyərin bilin, əziyyətinizin bəhrəsinin dəyərin bilin. Məsələn, baxırsan ki, sağ olsunlar, elələri var, o yaxşı məsləhətləri, bəli, elələri deyəndə bir çox... Amma qulaq asmayanlar da var. Eşidirlər, qulaq asmayan həmişə olub da, hər evdə var o. Amma məsələn, baxırsan ki, dediklərindən nəticə çıxardılar. Səhər eşidirəm ki, məsələn, həmişə də o yerlərinin dəvətindən heç vaxt qalmıram. Məsələn, bu yaxınlarda elə baba dostumuz, eşitdim ki, bir məkan açıb, bir yer açıb, məsələn, getmişdin ora, gördüm. Çay evi də, hamıdan qabaq getmişdim və orada özünə dedim, mən ona sevinərəm ki, siz gənc meyxancılar bizi belə yerlərə dəvət edirsiniz ki, mən bir, nə bilim, Allah xeyir versin. Ətir dükanı açmışam, bir restoran açmışam, bir çay evi açmışam, gəlir şair orada xeyir dua verir. O mən o qədər xoşdur ki, yəni elə belə olmalıdır, insan belə yaşamalıdır, zəhmətinin, əziyyətinin müqabilində qazandığı pulun dəyərin bilməlidir, gələcək qurmalıdır özü üçün. Yəni bir tək elə meyxananın ümidinə qalım yox. Məsələn, zamanında bizim indi zavan olmuşuq, bizə deyən olmayıb. Onlara həmişə deyirəm ki, siz xoşbəxt adamsınız ki, sizə deyənlər var.